eləyirsən, mənə eşitdir səsüyü. Mən sənə qulaq asıram, deyir, bax, beləncidir. Bu fürsətdir. O halda ki, dua elirsən, o mühümmidir. Bir də o halda ki, dua elirsən, ondan qabaqki əməldə mühümmidir. Bu da çox mühümmidir. İndi ki, dua eləyirsən, nə haldasan? O mühümmidir. Bu halda ki, dua elirsən, bundan qabaq nə haldaydın? Bundan qabaq nə əməl eləyibsən? O da mühümmidir. Ondan sonra deyir, hansı zamanda dua elirsən? O da mühümmidir. Hansı məkanda dua eləyirsən? O da mühümmidir. Bax, bunları bir-birinin yanında qoymalısan. Zaman necədir? Zaman çox mühümmidir. Bir var cümə axşamı dua eləyəsən, bir var qeyri-cümə axşamı. Həzrəti Yusuf'un qardaşları atalarına dedilər, bizi dua elə. Həftənin içərisindeydi. Ata da səbr elədi. Ta oldu cümə axşamı. Cümə axşamı olandan sonra dua elədi. Atacan, niyə saxladın indiyə? Çünki cümə axşamının duası fərqlidir. Qədir gecəsinin duası qeyri-qədir gecələrindən fərqlidir. Simat duası məfatihdə var. Cümə günü axır dəqiqələrdə oxunur. Yəni gün batana az qalanda oxunur. Onu gün orta oxusun olmaz. O saatda, vaxtı o vaxtı onun. Bax, zaman mühümmidir insanın dualarında. Gecənin axır vaxtı sübh namazına az qalır. Sübh namazına qalır bir saat. Ən yaxşı vaxt odur. Hədislərdə var, hər kəs 15 dənə inna ənzəlna oxuya. Sübh namazından əvvəl, azandan yarım saat qabaq. Hacətün var, mühümmidir, ala bilmirsən, deyir gecə yarısı du. Cümə axşamı, gecə yarısı, sübh namazına az qalanda 15 dənə inna ənzəlna oxuy. Gözəl, təmiz, dəstəmazla, üzü qibliyə. Elə ki 15 dənə inna ənzəlna oxudun, deyir istə məndən. Nə istəsən verəcəyəm sənə. Sən eləmirsən axı. Deyir, sən eləmirsən, ondan da deyirsən ki, giriftaram. Özün özü giriftar eləyibsən, başqasından narahat olma. Ona görə də deyir, bax, zaman mühümmidir, məkan da mühümmidir.